Salam hörmətli izləyicilər. Bugün biz Binə qəsəbəsində, Binədə düz 160-ın son zastavkasında belə bir şəxsi evimizin çəkilişinə gəlmişik. Evimiz hardasa bir mərtəbə, üstü mansarddır, 6 daş kürsüsü də 5 sotun içindədir. Evimizin çöl görünüşüdür gördüyünüz kimi. Hər tərəfinə keçməyə yeri var. Evimiz 5 sotdadır. Evimizin çöl qladovkasıdır, kombi otağı zat hamısı bunun içərisindədir. Hal-hazırda tapa bilmədik. Evimiz 6 daş kürsüdədir. Buralar alvaydı bir metr hündürlüyündə. Evimizin balkon hissəsidir. Bura evimizin giriş hissəsidir. Dış fanı yığılıb bir dənə. Şimdi bura evimizin foyesi deyək. Daha böyük bir foyesi var bura. Həm oturma yeri kimi istifadə olunub indiyə qədər. Bu evimizin belə geniş bir kuxnası var. Adısı 20 kvadratlıq bir kuxnası var. Burada bizim belə bir geniş 45 kvadratlıq bir zal var. Bu evimizin zal hissəsidir. Zalladı. İnsə keçir evimizin otaqlarına. Otağa birbaşa zaldan keçid yoxdur, yəni buradan keçid yoxdur. Ayrıca koridor var. Bu evimizin bir dənə yataq otağıdır. Geniş böyük bir yataq otağıdır. Bu evimizin ikinci yataq otağıdır. 20-25 kvadrat bir yataq otağı. Burası evimizin ikinci yataq otağıdır. Bu evimizin sanuzeli. Burası evimizin sanitar qovşağı. Bu isə mansarda çıxmaq üçün yerdir. Mansarda çıxmaq üçün yerdir. Hörmətli izləyicilər, bu evimiz düz 160-ın asnovkasında 5 otaqlı, hardasa 160-170 kvadratlıq bir evdir. Evimizin ilkin satış qiyməti 140 min manatdır. Real alıcılı olsa, realda indirim olunacaq.